Herkese salam dostlar. Videoya abone olup beğenmeyi unutmayın. Dostlar gedirik bugünlərim. Biz burada durmuşuq. Qəşəng bir yerdir. Səmənlik, güllük. Gedirik bugünlərim. Qabağa gətirəcəm bu köhnə evə. Eşməyə. Daha doğrusu eşməkdən nənəmindir. Gedirik, yəni için sizə göstərim. Ora çatıram indi. Dostlar, inanın ki, belə bir kol tapmışam. Kol məni bezdirib. Şükür dostlar, bir gölgəlik tapdım. Evə də çatdıq. Oh, gün gözümüzü deşir dostlar, gözümüzü deşir gün. Heç nə dostlar, gedəyim, azı yolumuz qaldı. Azı yolumuz. Buraya yayda eşeğe bırakırdım. Ne bilirdiniz daha, görmüşsünüz daha mən işi. Paylaşmışam videoları. Bak, ikinci, üçüncü videolarda da bəlkə var. Koymuşam, bizdə olmalıdır. Bir dostlar, belə gündədir, təhlükəlidir. Pəncərə yeri belədir. Yəni bildiniz, qırıq-qırıq vəziyyətdədir. Bu gün də quraqlıq belə. Evin yaşayışı belədir. Burada bir quş yuvası gördüm indi. Qabağa gətirim. Bəlkə siz də gördünüz. Quş yuvasıdır. Bu ev təzə evdir. Dostlar, indi içərini göstərmək istəyirəm. Hasarını göstərmədiyim. Buralar belə dolu. Belə bu gündə qazı orada. Qapısında da qıfla. Şimdi dostlar qaldıq bu qıfla. Necə asılır buradan? Dostlar, bunun açılmadı. Gözləyim də düşüb. Oy nənə. Gözləyim, buradan düşüb sizə bir dənə xəbər verəcəm. Dostlar, salamatçılıqla düşmüşük. Bura belə. Burada keçən ilan var idi. İndi daha bilmirəm. Yax deyil. Heç nə dostlar, belə bir pərdə qabağında, yəni ev tor, evdə iş günündədir. Belə vəziyyətdə bir evimiz var. Əslində bizim deyil, nənəmin, bizdə aşağıdadır. Dostlar, nənəmin evi belə bir yaşamda tərzdə. Bizdəki aşağıdakı deyildi o. Heç nə dostlar, belə bu gün də qaz durbası da yaşamağa son vidalaşıbdır, yəni durduğu yerdə belə.